Bu gün sizlərlə mətbəxdə tez-tez hazırlanan, demək olar hər kəsin sevdiyi kotlet yeməyinin reseptini paylaşıram. Xanımlar bilirlər ki, kotlet mətbəxin ən praktik yeməklərindən biri sayılır. İstəsəniz məktəbə gedən uşaqlar üçün sendviçə də çevirmək olar, ya da axşam süfrəsinə yanında dadlı kartofla, pomidor sosu ilə təqdim etmək mümkündür. İlk öncə kotletin qıyma qarışımına əlavə etmək üçün əvvəlcə 30-40 qram çörəyi isti suda isladıram və ondan sonra suyunu sıxıram. Yarım kiloqramlıq qiymə üçün 2 ədəd soğan, 1 ədəd orta boy kartuşka və çörəyi ət maşının xırda gözündən keçirdirəm. Kartuşkanı və soğanı ət maşınından keçirdəndə mütləq altına süzgəc qoyuram ki, kartuşkanın nişastası və soğanın acı suyu çıxsın. Qiymaya quyruq əlavə etməyi unutmayın. Çünki həm kotletin yumşaqlığını artırır, həm də daha dadlı və ləzzətli olmasına səbəb olur. Quyruq ətdəki yağı və kollageni zənginləşdirir. Ət maşından keçirdiyimiz ərzaqları 2 ədəd yumurta, duz, istiot və paprika əlavə edib əti yaxşı yoğururuq. Yoğurduqdan sonra 1 saat saxlayırıq. Ona görə ki, ət və digər inqrediyentlərin ləzzətləri bir-birinə hopsun. Kotletləri istəsəniz lülə halında və yaxud da mən elədiyim kimi birinci lülə halına salıb sonra yastıqladıb tavaya düzüb qızarda bilərsiniz və artıq kotletləriniz hazırdır. Bu mənim pişirdiyim kotlet növlərindən biridir. Əziz izləyicilər, bəs siz necə hazırlayırsınız? Fikirlərinizi şərhlərdə bizimlə paylaşsanız məmnun olaram. Hazırlayan hər kəsə nuş olsun.